biz ədalət axtarırıq və biz 28-i artıq bir neçə gündür ki, Cenevre şəhərində 28 avqustda biz bütün ailələri, illərimizin anaları, həyat yoldaşları və mən birlikdə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının zorakı görüşmələrlə bağlı işçi qrupunun komitə bizi qəbul etdilər, bizi dinlədilər və biz illərimiz haqqında məlumatı, öz yaşadığımız acıları onlara çatdırdık. Acı da olsa, çətin də olsa, Azerbaijan waits for answers. Silence cannot be the answer. Justice demands global action. The United Nations, the International Red Cross. Justice must speak. We demand justice for every missing person. We demand truth for every waiting family. And we demand the world free of missing person. Every missing person has a name and a family that still waits. Justice and truth are the only answers they deserve. Echoes beyond borders. War has no nation. Its tragedies know no borders. War carries no passport. Its pain belongs to all humanity. This is not only Azerbaijan's tragedy. Its wounds are shared by us all. From Azerbaijan to the world, a call from Geneva. Every missing person has loved ones waiting for truth. On 3rd August, International Day of the Victims of Enforced Disappearances, we, the families of those who went missing as a result of Armenia's aggression against Azerbaijan, and members of the Karabakh families of missing public union, appeal to the world. The fates of missing persons should never fade from global attention, not for a single moment. Not numbers, but lives lost. For Azerbaijan, the issue of missing persons is not about statistics. It's a painful chapter of the former conflict that continues. Nearly 4,000 people are missing due to 284 women and 316 elderly people. Silent graves that speak. Since the end of the Karabakh conflict, it remains linked to 770 missing persons were found through DNA analysis. 200 died farewell. Armenia must provide the maps of mass graves and they reveal the truth. Azerbaijan waits for the United Nations
The International Red Cross Committee and the global community are called upon to act. Silence cannot heal. Justice must speak. We demand justice for every missing person. Every missing person has a name and a family that still waits. Justice and truth are the only answers they deserve. The families of those missing in the Armenia-Azerbaijan conflict have gathered under the banner of the Karabakh Missing Families Organization here at the symbolic Broken Chair Monument outside the UN's European headquarters. This event coincides with the United Nations International Day of the Victims of Enforced Disappearances. Over several decades of conflict between the two countries, tens of thousands of lives were lost on both sides. For the families here in Geneva today, the most painful legacy remains the fate of the missing. Azerbaijan officially records nearly 3,900 people still unaccounted for. Humanitarian organizations, including the International Committee of the Red Cross and the International Commission on Missing Persons, have been working for decades to identify remains and return them to relatives. Progress has been slow, but dozens of identifications were confirmed this past year. The chairperson of Karabakh Missing Families Public Union, Kunul Bebudova, shared her personal appeal, stressed the urgent need for answers from Armenia and the international community. 30 ildən çoxdur bizim itkin ailələrimiz. For more than 30 years, our families have lived with pain. They have lost their loved ones and cannot get any information about them. We are demanding from Armenia to provide information to Azerbaijan and to the families of the missing about the burial places of our disappeared. Our lands are mined, and this creates problems in the search for the missing. As families of the disappeared, even though it is painful and difficult, as people who have lived with this suffering for more than 30 years,
Today we are here together with the initiative of our organization, with the initiative of the families of the missing, to raise our voice once again. Just 2 days earlier, on August 28th, they were received at the United Nations, meeting with the Secretariat of the Committee on Enforced Disappearances. Families expressed deep frustration with the International Committee of the Red Cross, saying their trust in receiving information about loved ones has been seriously undermined. Among those who spoke at the Geneva rally was a woman whose husband went missing during the Khojaly massacre, the mass killing of Azerbaijani civilians by Armenian forces in February 1992. Her words reflected the deeply personal pain carried by thousands of Azerbaijani families. My husband is missing. His name is Azad Jabarov. He went missing in Khojaly. Like nearly 4,000 of our compatriots, there is no information about him. The last time I saw him was in the village of Mashali in Khojaly. That day, my uncle was killed when my husband left us that day. From him, only a watch remained with me. On that same day, the watch stopped and never worked again. Nothing remains but memories. Since the 2020 war, 28 mass graves have been discovered in liberated territories, exposing scenes of mass killings and burials. Families reminded that entire households disappeared together, with 61 families losing between 2 and 7 members each during the First Karabakh War. The protest in Geneva highlighted one clear demand. Armenia must hand over maps of all mass graves so that the fate of thousands of missing Azerbaijanis can finally be known. Bugün Beynəlxalq Məcburi Yoxa Çıxma Qurbanları günündə Cenevrədə Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş Azərbaycanlılarla bağlı aksiya keçirilib. Qarabağ İtkin Ailələri İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan aksiyada Azərbaycanlı itkilərin şəxsi əşyaları və sənədləri sərgilənib. Onların həyat hekayələrini izah edən, onların dili ilə insanlığa xitab edən şüarlardan ibarət orijinal kompozisiya təşkil edilib. Avropa təmsilçimiz Elzar Ağayev Cenevrədən bizə ətraflı xəbər verəcək. Ermənistanın hərbi təcavüzü nəticəsində 4000-ə yaxın Azərbaycanlı itkin düşüb. Ermənistan bu şəxslərin aqibəti ilə bağlı məlumatları Azərbaycan tərəfinə təqdim etməyib. Bu isə beynəlxalq humanitar hüququn istinad etdiyi 1949-cu il Cenevrə konvensiyasının kobud şəkildə pozulması deməkdir. Bugünkü aksiyanın məhz burada, Cenevrədə, BMT-nin Cenevrə ofisi qarşısında keçirilməsinin də səbəbi budur. Bu dəfə əşyalar danışır. Özü itkin olanların əşyaları, Azad Cabbarovun saatı, Qürbət Həsənovun şərfi, Telman Yusifovun köynəyi, Abbas Behbudovun sənədləri. 33 il keçib. Biz nə vaxta qədər gözləyək? Çətindir gözləmək. İtkin düşənin dərdi çox ağırdır. Hər qapı döyüləndə, səksək ilə döyülür. Ya zəng gələndə, tanımadığımız zəng gələndə həqiqətən ailə təşvişə düşür ki, görəsən nə xəbərdir, kimdir zəng eləyən? Əşyası danışmayanlar da var, çünki təsəlli üçün onlardan bircə əşya da qalmayıb. Bu boş qutu Məmmədovlar ailəsinin səsidir. Xocalı faciəsi zamanı bütünlüklə məhv olan ailə. Pərvanə xanım, maraqlıdır, bütün qutularda şəxsi əşyalar var, amma Oqtay Məmmədovun, sizin həyat yoldaşınızın şəxsi əşyası yoxdur, heç nə gətirməmişsiniz. Nəyə görə? Yoxdur. Biz o vaxtı mən hamilə idim. Elə ancaq ki, özümüzü götürüb çıxmışıq. Onun bir dənə nişanəsi, 3 dənə balasıdır. 3 dənə balasıdır. Hələ 33 il keçməyinə baxmayaraq, hələ də mənim gözüm yoldadır. International community to Macron
Beynəlxalq ictimaiyyətə səslənirəm, Makrona səslənirəm. Bu insanların yanında yer alın. Azərbaycanlı itkinlər məsələsinə diqqət yetirin. Bunlar real insanlar olub. Bu sənədlər yalnız karton parçası deyil. Bu insanların aqibəti üzə çıxmalıdır. Onların ailələrinə məlumat verilməlidir. Hər bir əşyanın arxasında onun sahibinin bəşəriyyətə xitabı var. İngilis dilində yazılan şüarlar aksiyanı görən hər kəsin böyük marağına səbəb oldu. Müvafiq QR kod vasitəsilə itkinlər barədə ətraflı məlumatlar təqdim edildi. İstədik ki, o əşyalar danışsın. O əşyalar, o bizim ailələrin yaşadığı acıları dünyaya, dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, beynəlxalq təsisatlara çatdırsın. Bu, Azərbaycanlı itkinlərin ailə üzvlərinin xaricdə ilk aksiyasıdır, amma sonuncu olmayacaq. İtkinlərlə bağlı həqiqətlər beynəlxalq səviyyədə bundan sonra da tanınılacaq. Cenevrədə olduqları müddətdə itkinlərin ailə üzvləri BMT-də qəbul edilib. Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Məcburi Yoxa Çıxmalar üzrə Komitəsinin katibliyi ilə görüşüb. Görüşdə itkin ailələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin onların doğmalarından xəbər gətirəcəyinə inamlarının ciddi zədələndiyini qeyd edib. İtkin düşən şəxslər probleminin qlobal mahiyyətdə olduğunu, BMT-nin itkin düşən şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına böyük ehtiyac olduğunu diqqətə çatdırıblar. It's not about statistics. It's a painful chapter of the former conflict that continues to bring trauma to families left waiting. Elzar Ağayev, Sabir Bilalov, Azərbaycan Televiziyasının Avropa bürosu, Cenevrə, İsveçrə. Biz hazırda İsveçrənin Cenevrə şəhərindəyik, BMT-nin binasının qarşısında. Bugün 30 avqust Beynəlxalq İtkin Düşmüşlər günüdür. Azərbaycanın taleyində də bu tarix çox ağırdır. Ermənistanın təcavüzü nəticəsində 4000-ə yaxın Azərbaycanlı hələ də itkindir. Onların arasında uşaqlar, qadınlar, bütöv ailələr var. Burada Sınıq Stol abidəsinin önündə ailələr doğmalarının əşyalarını nümayiş etdirərək dünyaya sadəcə bir mesaj vermək istəyirlər. Onların əşyaları buradadır, özləri isə yoxdur. Qarabağ İtkin Ailələri İctimai Birliyinin bugün təşkil etdiyi bu aksiyanın keçirildiyi məkan da təsadüfi seçilməyib. Silahlı zorakılıqların bütün qurbanlarını simvolizə edən Qırıq Stul abidəsinin qarşısında səsini dünya ictimaiyyətinə çatdırmaq üçün toplanan itkinlərin ailə üzvlərinin məqsədi BMT vasitəsilə beynəlxalq ictimaiyyətə səslənməkdir. Burada sərgilənən hər bir əşya, bir köynək, bir şərf, bir cüt zərdaşı, diplom və sənədlər sadəcə bir xatirə deyil, itirilmiş ömürlərin, yarım qalmış arzuların nişanəsidir. A call from Geneva. Every missing person has loved ones waiting for truth. On 3rd August, International Day of the Victims of Enforced Disappearances. Azərbaycanın taleyində itkinlərin yeri dərin bir yaradır. Ermənistanın hərbi təcavüzü nəticəsində 4000-ə yaxın Azərbaycanlı hələ də itkindir. Onların arasında 71 uşaq, 284 qadın, 316 ahıl var. Son 5 ildə işğaldan azad olunmuş ərazilərdə 28 kütləvi məzarlıq aşkarlanıb. Ancaq hələ də bir çox ailənin gözü yoldadır. Azərbaycandan gəlmiş itkin düşənlərin ailə üzvləri bugün Cenevrədə BMT-nin binasının qarşısında Qarabağ İtkin Ailələri İctimai Birliyinin təşəbbüsü ilə keçirdikləri bu aksiyada və görüşlərdə həm 2016-cı ilin İtkin şəxslər qətnaməsinin ruhunu canlandırır, həm də humanitar hüquq və mina xəritələrinin bölüşdürülməsi məsələsində BMT və onun agentliklərinin diqqətini cəlb etmək istəyirlər. 28 avqustda bizi Birləşmiş Millətlər Təşkilatında İnsan Hüquqları Şurasının zoraki iradi itkin düşmələr üzrə işçi qrupu komitəsi qəbul elədi və bizi dinlədi. Biz onlardan Ermənistan dövlətindən bizim itkinlərimiz haqqında məlumatın alıb bizə verilməsini istədik və Ermənistan tərəfindən bizim itkinlərimizin yoxa çıxmasında, bu cinayətlərin işlənməsində əli olan hər bir cinayətkarın cəzalandırılmasını istədik. Mən Xocalı sakiniyəm. Bu 92-ci ildə mən həyat yoldaşı Məmmədov Oqtay Şüküroğlu, o da itkin düşüb şəhid olubdur. 3 evladı var yurdunda. Allah tezliklə ermənilərin könlünə insaf salsın. Bizim itkinlərimizin yerin bizə bəlli eləsinlər. Biz tezliklə onları götürək də işlərini gətirək. Heç olmasa bizim bir
tədbir olanda, ad gün olanda, bayram olanda heç olmasa biz gedək onu ziyarət eləyək. Bircə dənə Xətai rayonunda, Abidədə bircə dənə adı yazılıbdır ora. Ondan başqa mənim heç bir yerdə onun gümanı yoxdur. Bir də ki, atam Bərdə rayonunda o elə şəhid olan vaxtı o tutub belə sinəsinə onun şəklini çəkdirir. Bir də atamın başdaşında onun şəkli var. Qaynım uşaqları, qaynım Məmmədov Vaqif Şüküroğlu, Afilə xanım müəllimə idi, onun həyat yoldaşı, oğlu Azər, Ceyhun, 6 nəfər. 6 nəfər itkin düşüb qızım. O 6 nəfərdən bugünkü gündə bir dənə yer yoxdur ki, ziyarət eləməyə. Mənim qaynanam otururdu, nə tər ağlayırdısa, Allah heç kimə qismət eləməsin. İtkin yol gözləmək çox pis şeydir. 6 balanı bir gecədə itirmək nə deməkdir qızım, başına dönərəm. İndi biz bura gəlməyimizin məqsədi odur ki, heç olmasa bizə kömək eləsinlər, imkan qədər. Biz 4000 itkinin adından gəlmişik, bizə kömək eləsinlər, biz itkinlərimizi tapaq, onların yeri bəlli olsun. Heç olmasa ziyarət eləməyə yerimiz olsun. Oğlum 19 yaş yarımında Ağdərənin Çıldıran kəndində itkin düşür. O tək yox, 17 uşaq da onunla bərabər olur. Mən hər dəfə onların adını bir yerdə çəkirəm. O ailələrin eləsinin var ki, o uşaqların, o ana valideynləri yoxdur. Ona görə mən həmişə onları bir yerdə anıram. Azərbaycandan olan 4000 itkin ailəsinin adından gəlmişik. İtkinlərimizin tapılması haqqında istərdi ki, Cenevre hökuməti bizə kömək eləsin. Qırmızı Xaç Cəmiyyətinin əli ilə Ermənistandan minalanmış sahələrin kartasını versin ki, biz də gedək o sahələrdə, ərazilərdə qalan balalarımızı, itkinlərimizin qəbrini tapaq. Qazıntı işləri geçsin, heç olmasa sümükləri əlimizə gəlsin. Çünki sahələr hamısı minalıdır, heç bir qazıntı işi gedmir. Bugün bizim bura gəlməkdə məqsədimiz odur ki, Ermənistan hökumətinin dövlətinə Birləşmiş Millətlər Təşkilatı təsir göstərsin, kütləvi məzarlıqlarını aşkara çıxarsın və onların xəritəsini versin və 4000 itkinin taleyinə aydınlıq gəlsin. Mənim yoldaşımın 30 yaşı var idi ki, itkin düşəndə uşaqlarım körpə idi, Füzuli şəhərində itkin düşüb, 32 ildə heç bir xəbər yoxdur. 32 il ki, gözümüz yoldadır. Mən evladlarıma onun haqqında heç nə deyə bilmirəm. Mən çox xahiş edirəm ki, bizim itkinlərin taleyinə aydınlıq gəlsin. Bəli, 30 avqust dünyada beynəlxalq itkin düşmüşlər günü kimi qeyd olunur. Bugünü ilk olaraq 1981-ci ildə Latin Amerikalı hüquq müdafiəçiləri qeyd etməyə başlayıblar. 2010-cu ildə isə BMT Baş Assambleyası bu tarixi rəsmən tanıyıb. 19 dekabr 2016-cı ildə BMT Ümumi Assambleyasında Azərbaycan tərəfindən təqdim olunmuş və konsensula qəbul edilmiş itkin şəxslər qətnaməsi var. Bu qətnamə münaqişə şəraitində itkin düşən insanların taleyinin müəyyənləşdirilməsini, dövlətlərin beynəlxalq humanitar hüquqa riayət etməsini və doğmalarına məlumat verməsini tələb edir. Bu aksiyada həm köhnə qətnamələrə, həm də mina xəritələrinin paylaşımının təxirə salınmaması üçün beynəlxalq çağırışlar edilir. Əslində bu BMT-yə ictimai səslə dünya diqqətini itkin düşənlərə yönəltmək üçün canlı bir addımdır. Xatirə Sərdar qızı, Realın Avropa bürosu, İsveçrə, Cenevre. 30 августа, в Международный день пропавших без вести, объединение семьи пропавших без вести в Карабахе провело акцию в Женеве на площади перед Дворцом наций и штаб-квартирой ООН в Европе. Участники акции собрались перед символическим памятником «Сломанный стул», олицетворяющим страдания людей, подвергшихся всем формам вооруженного насилия. Здесь были выставлены личные вещи и документы азербайджанцев, пропавших без вести в годы Карабахского конфликта. На плакатах рядом с ними слова, словно звучащие от их имени. У часов Захида
Гасымова надпись «Для меня время остановилось, но кому какое дело?» Возле шарфа Гурбета Гасанова «Ни один шарф в мире не сможет меня согреть». А рядом с рубашкой и рукописями Тельмана Юсифова моя история осталась незавершенной. Председатель объединения Кёнюль Бехбудова держала в руках документы своего брата Аббаса и плакат с надписью «Документы здесь, а жизнь потеряна». Здесь, на фоне скульптуры «Сломанный стул», проходит акция семей пропавших без вести Карабаха. Именно здесь, в этом символичном месте, семьи пропавших без вести Карабаха взывают к международной общественности, к Красному Кресту, к мировой дипломатии, попросить у Армении, наконец, выдать карты групповых захоронений, чтобы понять, что случилось с их близкими. Участники акции обратились к человечеству с трогательными посланиями и о других пропавших без вести: Натике Меликове, Ихтияре Мамедове, Бафадаре Мирзоеве, Фейрузе Джалилове, Шеринделе Гасангулиеве, Исмаиле Исмаилове, Этибаре Ахмедове, Алияре Алиеве, Абдульфате Алиеве, Тельмане Мустафаеве, Шахине Алиеве, Айдыне Керимове, Таяре Агаеве и других. Акция вызвала большой интерес у жителей Женевы. Люди подходили к азербайджанским семьям, чтобы выразить свои соболезнования и поддержку. Ознакомиться с подробной информацией о пропавших без вести можно было, воспользовавшись специальным QR-кодом. Это первая подобная акция, проведенная за пределами Азербайджана. Ее участники подчеркнули, что виновные в военных преступлениях против азербайджанцев так и не понесли наказания, а в армянском обществе, напротив, из головорезов, истребляющих азербайджанцев, создавали сложные образы героев. Огромное количество азербайджанцев числятся пропавшими без вести в ходе конфликта в Карабахе. Пропавших без вести Карабаха просят мир, не отворачиваться от их боли. 28 августа впервые на уровне ООН была дана реакция на обращение общественного объединения «Семьи пропавших без вести в Карабахе». Члены семей пропавших без вести азербайджанцев были приняты в ООН и провели встречу с представителями секретариата Комитета по насильственным исчезновениям, Управления Верховного комиссара ООН по правам человека. На встрече представители семей отметили, что их доверие к Международному комитету Красного Креста в вопросе выяснения судьбы их близких серьезно подорвано. Было подчеркнуто, что проблема пропавших без вести носит глобальный характер и существует острая необходимость создания института специального докладчика ООН по пропавшим без вести лицам. По официальным данным, в результате вооруженной агрессии Армении против Азербайджана пропавшими без вести считается 3990 человек. Среди них 71 ребенок, 284 женщины и 316 пожилых людей. 6 исчезли во время 44-дневной войны 2020 года. Участники акции в Женеве подчеркнули, что обнаружены за последние 5 лет, начиная с 2020 года, 28 массовых захоронений на освобожденных от оккупации территориях представляют собой ужасающее зрелище. Массовые убийства людей, бесчеловечные методы их захоронения и сокрытия следов являются неуважением ко всем человеческим ценностям и варварством. Было отмечено, что в ряде случаев люди исчезали вместе с членами своих семей и близкими. Истреблялись целые семьи и поколения. В ходе Первой Карабахской войны у 61 семьи пропали без вести от 2 до 7 членов. Судьба ни одного из этих лиц неизвестна. Женевские конвенции прямо закрепляют право семей знать судьбу своих родных. Именно этого добивались сегодня участники акции в Женеве. Уважение к праву на память и правду. Объединение «Семьи пропавших без вести в Карабахе» потребовало от Армении передать Азербайджану карты массовых захоронений.